Bakının Bayıl qəsəbəsində qəribə hadisə baş verib. AzTimes xəbər verir ki, görüntüləri sürücü sosial şəbəkə hesabında yayıb və iddia edir ki, piyada qəsdən özünü yola atıb, avtomobil onu vurmadığı üçün əsəbləşir və belə reaksiya göstərir. Hadisənin görüntülərini təqdim edirik. Xaçmaz polisindən əməliyyat, dəstə üzvləri ələ keçdilər. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov saxlanılıblar. AzTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, həmin şəxslərin qabaqcadan əlbil olaraq rayon ərazisində bir neçə avtomobildə müxtəlif aksesuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İmişlidə bir ailənin 3 üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub. Zərər çəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib oraya gedib. Evə gələndə isə görüb ki, həyat yoldaşı və 2 övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin 3 üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasifoğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər. Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.